Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş Konsolluğunun konsulu Ramil Rızaoğlu İmranov xidməti fəaliyyətini yerinə yetirərkən faciəvi şəkildə dünyasını dəyişib. Bildirilir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında məlumat yayıb. Rəsmi məlumata görə diplomat Culfa Təbriz avtomagistral yolunda Mərən qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak olub. Xarici İşlər Nazirliyi baş vermiş bu ağır itki ilə bağlı dərin üzünlə başsağlığı bəyanatı yayıb. Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsolluğunun konsulu vəzifəsində çalışan Ramil Rızaoğlu İmranovun Culfa Təbriz avtomagistral yolunda Mərən qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin üzünlə başsağlığı verir, səbir diləyərək Allah rəhmət eləsin.